Ata yeşik düzəldirsən. Arı yeşik. Gəl bura bu arı yeşikləri haqqında bir məlumat verək. Çox yaxına gəlmə ki. Deməli, bu keçirsən bura? Hə. Yeşil zaten. Bu arı yeşikdir. Bu qapağıdır. Bu da korpusudur. Deməli, təkranı. Yeşiklə korpus təxmini eyni ölçülərdədir. Sadəcə olaraq korpusun altı yoxdur. Belə giriş yuvası yoxdur. Deməli, yeşik indi arı yeşikləri nə bilim düzəldirlər. 10 ramka tutur. Böyüklük, kiçiklik, böyük olur, kiçik olur. Çox fərqli. Düzən pozulub da belə deyək. Düzən pozulublar. Amma belə dədə-baba yeşiklərini araşdıranda görürsən ki, standart yeşiklərdir. Bu standart yeşiklərində bütün cəhəti odur ki, bütün ramkalar bir-birinə gedə bilir. Məsələn, bunun korpusu xarab oldu, başqa korpusu onun üstünə qoymaq mümkündür. Ona görə bu standartları qorumaq lazımdır əslində. İndi təəssüflər ki, qorumurlar. Yenə balaca yeşik, kim nəcər eləyir də. Düzdür, inkişafdır, olar. Yəni, əgər o daha səmərəlidirsə, ola bilər. Arıqçılar onu daha yaxşı bilir. Mən yenə bir daha qeyd edeyim ki, mən həvəskar arı saxlayanam. Yəni, arısı deyiləm. Yaxşı, deməli, biraz yaxın gəl. Deməli, bu yeşikdir. Yeşik normalda mən araşdırmışam. Taxtaları təxminən 3-5 santim qalınlığında olur. Ən çox 5. 5 çox ağır olur. 3 də demək olar ki, nazik olur. Yəni, soyuqda, istidə təmas olur da içəri ilə. Ona görə mən belə bir nəticə gəldim ki, ən yaxşı taxta 4 santimlik. Çəkirsən bura? 4 santim taxtadır. Yaxşı, biraz aralıdan çək. 4 santim taxtadır. İndi ölçülərə gəldim. Ölçülər standart, bayaq dediyim kimi standart olsa daha yaxşı olar. Deməli, yeşiyin içi 45-in 45-ə. 45-in 45-i bu nə məna verir? Bu 45-in 45-ə olması, indi bilmirəm nəyə görəsə, yəni dədə-babalarımız belə məsləhət görübmü, ya ondan qabaq hardan Avropadan gəlib, hardan gəlibsə, 12 ramka tutur bu normalda, 12 ramka standartdır. Niyə 15 yox, 10 yox, amma 12. Elə eləyiblər. Amma bu istiqamətdə, bax burada ramka yerləri var. Ramka yerləri görürsən, bura çəkə bilirsən. Çox yaxına çəkmə, ramka oturur burada. Bu məcburiyyətdir, standartdır bu. Nə tərz standartdır? Deməli, bu 45-in 45 olmaq üçün ramkanın 1 santimi burada oturmalıdır. Qıraqlarda yerlər qalmalıdır. Sən videonu dayandır, qoy bir ramka gətirək bura. Deməli, ramkanı gətirək bura, ramkanı qoyaq. Ramka deməli, ramkanın dərinliyi, bax, bu hissəsi 30 santim olur. Olar, hep 2 millim o yan bu yana olabilir. 30 santim. Və bu hissəsi, bax bu uzunluq hissəsi 1 santim otmalıdır bu hissədə, ramka yerində 1 santim və böyründə 1 santim yer qalmalıdır, arılar keçsin, arıların keçməsi üçün. Və deməli, bunun dərinliyi 30 olduğu üçün, yeşiyin dərinliyi təxminən 31,5, yəni 31 santim yarım, belə olmalıdır ki, aşağı hissəsində, yəni 1 santim yarım, 1 santim məsafə qalır. İndi o çox olmamağı, yəni çox niyə olmasın? Çox olsa, aralı olanda, arıda belə bir xüsusiyyət var, toxuyur, yapışdırır ora. Yəni çox geniş olanda. Az olanda, yəni birbaşa ramkanı özün yapışdırır. Yəni o toxumur, amma ramkanı özün yapışdırır. Deməli, burada bu standartlıqları nəzərə alsaq, deməli, bizim yeşiklərin ölçüsü belə olmalıdır. Deməli, taxta 4 santim daha əlverişlidir, daha yaxşıdır. Dərinlik 31 yarım. Çəkə bilərsən buranı. 31 yarım. Ola bilsin ki, bu 31 yarım dərinlik. Deməli, eni uzunu 45-in 45-ə. 45-in 45-ə. Bir də səlqəsizdir bunlar, düzdür. Yəni, elə bir Gürcistan okumuz adımız yoxdur, elə üngülvarı düzəlmişik. Amma yenə də bu ölçülərə, buranı da çək, 45-in 45-ə dəqiqliyimiz olsun. Aha. Qapısına gəldik, giriş qapısına, burasına baxaq. Gələk.
Qapı təxminən bunun yəni ölçüsünün giriş qapısı ölçüsünün 3də 1 olmalıdır. Yəni arı daha yaxşı işləməsi üçün 1 sm qalınlığında olmalıdır dərinliyi təxminən arıların girişi. Yəni 3də 1 nə deməkdir? Əgər bunun 45-dirsə, yəni bunun içi 45-dirsə, içindən danışır 45-dirsə, bunun yuvası olmalıdır 15. Yəni 3də 1 hissəsi daha yaxşı olur. Bu hissə plaşatkadır. Yəni arılar gəlib düşməkdən yanadır. Amma burada bir dənə məsələ var ki, bizim taxtamız biraz uyğun gəlmədi. Burada balacadır, 3 santimdir. Bu 5 santim, 7 santim olanda daha yaxşı olur. Yəni arılar yüklü gələndə yorğun olur. Yəni boş olanda yerə düşür və yerdən bir də qalxanda enerji sərf eləyir, vaxt sərf eləyir. Amma burada plaşatka normal vəziyyətdə olanda gəlir plaşatkaya düşür, özü yavaşca gedir. Yəni bu arı yeşiyi haqqında məlumat verməyə çalışdıq. Yəni yeni başlayan arıçılar üçün bu yəni səmərəli olar. Yəni bu videoya baxsa daha tez düzəldə bilər. İndi burada bir dənə bunu mənim özüm düzəltməkdə məqsədim odur ki, bəzi ustalara deyirsən, usta arının prinsiplərini bilmədiyi üçün nə təcər düzəldir. Yəni taxtalardan düzgün istifadə eləmir, ölçüləri düzgün vermir. Məsələn, mən yeşik düzəltmişəm, ramka ilə yeşiyin arası 3 sm məsafə qalıb. 3 sm məsafə qalıb burada arada. Bu arada 3 sm məsafə qalmaq geniş bir məsafə deməkdir. O da arı məcbur nə edirdi? Onu toxuyurdu ki, yəni bu polisiyə daha yaxın olsun. O da müəyyən ziyanlar verirdi, yapışdırırdı ora və s. Yəni bunun altı bayaq dediyim kimi ən azı 1 santim, ən çoxu isə santim yarım olmalıdır ki, bu aralıqda arı yaxşı işlər. Yaxşı, Səfər sən bir sözünüz adın var? Yoxdur. Bu qədər baxırsan, çəkirsən, sual hazırla da arada bir deyərsən. Yaxşı? Yaxşı. Növbəti videomuz olacaq bizim bal haqqında, balın tərkibi haqqında. Yəqin ki, qısa vaxtda belə bir video çəkərdik. Balın tərkibi, hansı balın tərkibi daha yaxşıdır, hansı ballar daha zəngindir, hansı ballar daha keyfiyyətli ballar hesab olunur. Çalışacağıq bunun bir arı həvəskarı kimin, həvəskar arı saxlayan kimin müəyyən bir zamandır ki, bu işlə məşğuluq. Biz baldan, gəlirdən çox arını araşdırmaqla məşğuluq. Yəni çalışırıq ki, arı haqqında məlumatlar toplayaq, arının iş prinsipi haqqında məlumatlar toplayaq. Bildiyimiz qədər də deməyə çalışırıq. Yaxşı, sağ ol.